Uitkov və Kuşnerlə görüş çox faydalı olub. APA'nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. O, görüşün uzun müddət davam etdiyini vurğulayıb. Putin qeyd edib ki, danışıqlar zamanı sülh təkliflərinin hər bir bəndini nəzərdən keçirməli olublar. Putin vurğulayıb ki, Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və hərbi əməliyyatlara başlamamağı təklif edib. Lakin Kiyev döyüşməyə üstünlüyü verir. Rusiya istənilən halda Donbası və Novorossiyanı azad edəcək, hərbi və ya digər yollarla, deyə Rusiya prezidenti xəbərdarlıq edib. Bundan başqa o bildirib ki, ABS nümayəndələrinin Kreml görüşünə gətirdiyi təkliflər bu və ya digər şəkildə Alyaskada əldə edilən razılaşmalara əsaslanır. Onun sözlərinə görə, Amerikanın təkliflərində Rusiyanın razılaşmadığı məqamlar olub və bunlar görüşdə müzakirə olunub. Putin əlavə edib ki, Vaşinqton Trumpın planını 4 paketə bölüb və onları ayrıca müzakirə etməyi təklif edib. O, Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı sülh təkliflərinin bəzi bəndləri ilə razılaşmadığını və bunun çətin bir iş olduğunu söyləyib.